Bir müəllimə mənə bildirmişdi ki, ən azından siz pul yığmırsınız, nəsə lazım gələndə, məsələn məktəbdə var da hər şey. Məktəbə ödəniş edirlər deyə valideynlər artıq daha çox tələbkardılar. Saat artılsın, okey, mən dərs deyim, amma ki, müəllimin əvvəlcə rifahı üçün bir addımlarda atılsın. Yaş məktəbdə bir otaq ola. Elə bir otaq olsun ki, məsələn, anidən özümüzü yorğun və ya da ki, tükənmiş hiss edən biz otağa girək, heç bir şey olmasın. Sizin mənə yazdığınız vaxt tətil vaxtı idi. Bu saatda mən sizə cavab yazmamalıyam. Salamlar, xoş gördük hər birinizi. Mən Əminət Qanayeva və bugün qonağımız Xəyalə xanımdır. O müəllimdir və bugün biz sizinlə özəl məktəbdə müəllim olaraq işləmək və ümumiyyətlə müəllimlərin rifah halından danışırıq. Xəyalə xanım, xoş gördük sizi. Necəsiz? Çox sağ olun, təşəkkürlər, yaxşı olasınız. Xəyalə xanım, özünüz haqqınızda biraz danışın əvvəlcə bizim auditoriya üçün. Okey, mən Xəyalə Qasımova, 10 ilə yaxındır ki, iş təcrübəm var, pedaqoji iş təcrübəm var və onun 6 ilini özəl məktəblərdə çalışaraq əldə etmişəm. Hal-hazırda Heydər Əliyev adına müasir təhsil kompleksində ibtidai sinif müəllimi kimi çalışıram, amma bundan əlavə olaraq da Grade 5 leader, bir də Primary SDG leader kimi fəaliyyət göstərirəm. Bunu açıqlamaq istəyirəm. Grade 5 leader, yəni 5-ci sinif müəllimlərinin və eyni zamanda rəhbərlik arasında bir kommunikasiya vasitəçisi kimi fəaliyyət göstərirəm. Bəli, yəni bəzi məsələlər var ki, onları çatdırmalıyam 5-ci sinif müəllimlərinə və s. Və Primary SDG lider kimi də bizim məktəbdə ümumiyyətlə fərq yoxdur, ibtidai sinif ya da ki, böyük siniflərdə. Bilirsiniz ki, BMT-nin davamlı inkişaf məqsədləri var. Biz çalışırıq ki, uşaqlarda bu empatiya, sosial məsuliyyət, inklüzivlik kimi fərqli dəyərləri formalaşdıraq və buna görə də fərqli layihələr və s. təşkil edirik və mən də ibtidai sinifə cavabdəyəm, yəni onların mentoru və rəhbəriyəm. Xəyalə xanım, bu dayanıqlı inkişaf məqsədlərini bilməyən insanlar üçün aşağı zəhmət olmasa, hansı dayanıqlı inkişaf məqsədləri var BMT-nin? BMT-nin 17 davamlı inkişaf məqsədləri var və onların əsas məqsədi 2030-a qədər bu məqsədlərə nail olmaqdır. Məsələn, yoxsulluğu aradan qaldırmaq, keyfiyyətli təhsilə sahib olmaq. Yəni bilirik ki, bəzi regionlarda uşaqlar var ki, hələ də məktəbə gedə bilmirlər və ya da ki, inequality'lər olur, bərabərsizlik və s. və biz çalışırıq ki, məsələn, biz xüsusi uşaqlar seçirik, ambassadorlar və o uşaqlara bəzi məsuliyyət veririk. Yəni o uşaqları məsələn autizm mərkəzinə aparırıq və ya da ki, Kaşalata kafesi var, bəlkə də bilmiş olarsınız. Orada xüsusi ehtiyacı olan uşaqlar çalışıb özləri qazanırlar. Yəni ki, bəziləri məsələn barista kimi çalışır və biz uşaqlara sırf o inklüzivliyi göstərmək üçün, o inklüziv mühiti yaratmaq üçün və o uşaqların da bu cəmiyyətdə bir rolu olduğunu göstərmək üçün, yəni biri var bunu danışırıq, bir də var bunu göstəririk. Məsələn, elə bir fəaliyyətlər, elə bir layihələr təşkil edirik və məsələn mən ibtidai sinifdən 2-ci sinifin şagirdi var. O mənə yaxınlaşdı, dedi ki, müəllimə bilirsiz, mənim yanımda bir dənə uşaq oturmuşdu. Mən əvvəlcə çox narahat idim. Mən bilmədim özümü necə aparım, amma sonra biz bərabər nə bilim nəsə orada düzəltdik. Biz orada projekt hazırladıq ki, bəli, layihə hazırladıq. Yəni ki, artıq o uşaq başa düşdü ki, bərabər bir şeylər paylaşa bilərlər. Yəni o qədər də böyük bir şey deyil. Yəni autist bir uşağı görmək və ya da ki, Down sindromlu uşağı görmək. Onlar bizim bir parçamızdır. Bəli, amma qıraqdan o danışılanda biraz uşaqlar üçün belə bir şey gəlir. Wow kimi gəlir. Aydındır. Xəyalə xanım, siz özəl məktəbdə çalışırsınız. Yəqin ki, sizə qıcıq olduğunuz cümlələrdən birini quracağım. Kef də sizdir. Var. Siz Xəyalə xanım, nədir vəziyyət ümumiyyətlə özəl məktəblərdə? Necədir vəziyyət? Yəni özəl məktəbdə müəllim olaraq, ibtidai sinif müəllimi olaraq çalışmaq, dövlət məktəbindəsə işiniz daha mı asandır? Xəyalə xanım. O qədər, çox asandır. Bu əslində mən bunları stereotiplər adlandırıram. Çünki siz o mühitdə olmayan cəmiyyətimizin bəzi insanları düşünür ki, hətta mən sizə deyim ki, bəzi müəllimlər belə, dövlət məktəbində çalışan müəllimlər belə bizi daha rahat iş mühitində işlədiyimizi düşünürlər. Çünki bilirik ki, özəl məktəblərdə bəli, avadanlıqlar, təchizatlar belə yəni daha yüksək səviyyədədir. Məsələn, mən hətta sizə bir nümunə kimi bildirim ki, bir müəllimə mənə bildirmişdi ki, ən azından siz pul yığmırsınız, nəsə lazım gələndə, məsələn məktəbdə var da hər şey və ya da ki, ən azından sizin 18-20 uşağınız var, amma biz 30-40 nəfərlə siz bizdən 2 qat daha çox qazanırsınız kimi, yəni bunu bildirən müəllimlər var idi, müəllimlər deyirəm, çünki yəni ki,
başqa insanlar olsa bunu hardasa anlayaram ki, müəllimlikdən uzaqdır. Amma ki, müəllim həmkarların belə bir düşüncəsi olmağı biraz məni məyus edir. İndi mən sizə onu açıqlayım. Okay. Bəli, uşaqlar ola bilsin ki, 2 qat daha azdır, amma ki, qeyd edək ki, özəl məktəbdə yanaşma da fərqlidir. Yəni biz hər birinə fərdi yanaşırıq. Yəni sinifdə 2 müəllim olsa da, yəni biz çalışırıq 18 müəllim kimi özümüzü göstərək. Yəni burada təkcə akademik nəticə deyil. Burada həm də uşağın emosional rifahı, psixoloji rifahı. Məsələn, uşaq ayaq yoluna getdi 5 dəqiqə, 2 dəqiqə uşaq yoxdur, mütləq kimsə gedib dalınca baxmalıdır. Ordadırmı? Yəni təhlükəsizliyi belə bizim üçün əsas prioritetlərdən biridir. Amma bilirik ki, dövlət məktəbində bu o qədər də təəssüf ki, diqqətdə saxlanılmır. Daha sonra saat, işləmə saatımızı müqayisə etsək, yəni görərik ki, 8:15-dən 4:30-a kimi bizim iş saatımızdır. Düzdür, burada indi uşaqların əlavə yemək vaxtları ola bilər, gəzmək, həyətdə vaxt keçirirlər, hava alırlar, amma biz daim onların yanında olmalıyıq. Bunu nəzərə alanda əslində heç o verilən, bizə qoyulan yenə də müəllimin o maaşı heç ona bəs eləmir. Yəni yenə də müəllim layiq olduğu dəyərdə olmur. Yəni kifayət qədər çox çalışırsınız, işiniz onsuz da çoxdur. Sizdə kontingent tamamilə fərqlidir. Sizin götürdüyünüz, belə deyim, sizin müəssisəyə gələn kontingent fərqlidir. Daha üstün deyil, sadəcə daha fərqlidir. Tələbləri başqa cürdür. Bu fərqi necə görə bilirsiniz? Məsələn, sizin valideynlər, sizin şagirdlər, onların digərlərindən fərqi necə olur? Tələblərində, davranışlarında buradan Eynən, bəli. Məsələ budur ki, məktəbə ödəniş edirlər deyə valideynlər artıq daha çox tələbkardırlar və istər-istəməz uşağımın akademik nəticəsi niyə aşağıdır? Uşağıma niyə kimsə onu belə itələdi? Niyə kimsə onu incitdi? Kimsə ona hansısa bir ağır söz dedi? Halbuki biz bilirik ki, zaten bu uşaq böyüyəndən sonra bu uşaq ictimaiyyətdə, yəni bu uşaq hansısa bir communitydə belə olsa, o problemlərlə rastlaşacaq. Kimsə onun elə bir söz olacaq ki, uşağın xoşuna gəlməyəcək. Elə bir davranış olacaq ki, kimsə onu zaten orada o təcrübəni yaşayacaq. Amma təəssüf ki, bəzi valideynlərdən gələn bizə narahatçılıqlar budur ki, yəni ki, mənim uşağım, əgər mən pul ödəyirəmsə, yəni VIP bir qulluq görsün. Doğrudan və biz bunu özəl məktəbdə, yəni bu tarazlığı saxlamaq üçün həm valideynləri razı salmaq, həm məktəbi razı salmaq, yəni administrativ sistem və həm də uşağın da doğrudan da pozitiv, belə deyək, sağlam bir environmentdə böyüməsini, oxumasını yaratmaq çox çətindir. Yəni bu əslində göründüyü kimi deyil. Yəni mən gedirəm özəl məktəbdəyəm, hər şey əlimdədir, hər şey mükəmməldir, əladır, dərsimi deyirəm, çıxıram, xeyr. Mən orada bir-bir uşaqlarla danışıram, fərdi diferensiyasiya, məsələn, fərdi yanaşıram, hansı uşaq zəifdirsə əlavə support dərsləri keçirir bizdə. Dəstək dərsləri. Yəni ki, göründüyü kimi rahat deyil. Və bundan əlavə məsələlər də var. Məktəbin tələbləri var. Məsələn, uşağın performansı, uşaq çıxış eləməlidir. Uşağın valideyn istəyir ki, uşağın hər hansı bir aylıq bir çıxışı olsun. Və ya da ki, gəzintilərə aparılmalıdır. Uşaqlarla tez-tez davranışlarla bağlı danışıqlar, psixoloji, belə deyək, treyninqlər yaradırıq. Evə iş aparırsınız? I'll be honest. Aparıram. Hətta mən dediyim kimi bir neçə özəl məktəbdə işləmişəm. Bu məktəbi dəyişmək səbəblərindən biri oldu ki, övladım daha balaca idi və mən çatdırmırdım və bu mənə artıq mən hiss edirdim ki, burn out vəziyyətindəyəm. Emosional tükənirdiniz. Bəli. Və əslində deyirlər maaş məsələsi. Burada maaş məni heç o qədər də motivasiya eləmirdi. Nəinki çox sağ ol, təşəkkürlər, yaxşı ki varsınız. Məsələn, o qədər bu sözlərə ehtiyacım var idi ki, o hissələri görmədikcə və boşsan bu işi gör, əlavə məsuliyyətlər, əlavə işlər artıq məndə o burn-out-a gəlib çıxartmışdı. Və evdəki problemlər də, yəni ki, bu artıq evdə də gəlib problemə çıxardı ki, uşaqla maraqlanmırsan, bilirik ki, biz həm anayıq, həm həyat yoldaşıyıq. Yəni o məsuliyyətləri hamısı bir-birinə girmişdi. Mən bu səbəbdən oradan ayrılaraq yeni bir məktəbə gəlmişdim ki, daha rahat olacaq. Amma ki, təəssüf ki, bunu qəbul eləyirəm ki, bəzən iş çox olur. Yəni yenə də evə gətirməli olum. Düzdür, qabaqki kimi dəhşətli vəziyyətdə deyil, amma ki, olur. Təəssüf ki, nə qədər çalışıram ki, o məktəb, o balansı saxlayaq. Hətta deyim ki, sizə buradakı fərq odur ki, bəzi özəl məktəblərdən olan o davranış çox vacibdir. Məsələn, mən təzə gələndə məktəbə çox sağ olun
sözünə belə o qədər acıydım. Yəni şey barədə doğrudan açıq şəkildə deyim ki, biz gördük, siz necə də uşaqlarla daha diqqətli davranırsınız. Siz necə də məsələn uşaqlarla bir yerdə oynayırsınız. Uşaqlarla bir yerdə məsələn yemək yeyirsiniz. O qədər hər bir şeyə diqqət yetirilirdi ki, və mən bir anda hiss elədim ki, mənə sadəcə bu təşəkkür lazım imiş. Yəni ki, bir dənə çox sağ ol məni motivasiya eləməyə bəs eləyirmiş. Və mən daha da çox çalışırdım ki, uşaqlarla yaxın olum. Xeyla xanım, əslində hal-hazırda dediyiniz şey, burada iki məqam var. Məqamlardan biri odur ki, bu müəllimlərə o təşəkkür sözünün deyilməsi, istər dövlət məktəbində, istər özəl məktəbində olsun, müəllimlik çox çətindir. Bu evlə bitmir. Mənim özüm müəyyən bir məsləhətdə işlədiyim zaman yadıma gəlir ki, dərs keçirsən, qutarırsan, yol boyu da onu fikirlərsən, ay filan tələbə belə oldu, o belə oldu, filan oldu. Və evə gəlsin, evdə onu planlayırsan, gecə yatanda da fikirləşsən ki, mən sabah gedim, bu dərsi belə eləm, filan eləyəcəm, o metod bunu istifadə eləyəcəm. Bu artıq 5-6 saatlıq iş olmur, bu 24 saat iş olur. Gecə yatanda da evdəkilərlə onu müzakirə edirsən, bilirsən filan şagird falan oldu, səncə mən nə edeyim? Hər kəsdən hər yerdə onları danışırsan. Və siz demişik ki, yəni, o təqdir olunmaq hissi çox gözəl bir hissdir. Bu istər dövlət məktəbində olsun, istər özəl məktəbində, administrasiya, müəllimlər, digər həmkarlardan da eşitmək xoş bir şeydir. Valideynlərdən eşitmək, şagirdlərdən bəzən özündən eşitmək. Sırf bunun sayəsində müəllimlər ayaqda qala bilirlər. Yoxsa bu çox çətin bir işdir. Düzdür. Və eynən, hal-hazırda məsələn çoxsu mənə deyir ki, çox motivasiyalısınız. Yəni uşaqlarla çox həvəslə işləyirsiniz və o şəraiti mənə yaradan əslində mənim administrativ heyətdir, o rəhbərlik dediyim kimi. Mən indi o təzə həmkarlarıma deyə bilmirəm ki, 1 il əvvəl mənim bir də görərdiniz mənim o tükənmişlik vəziyyətimi. Çünki dediyim kimi o balansı tuta bilməmişdim. İş, ev, işləri çox evə gətirməyim, məktəbdən ala bilmədiyim o appreciation, bunlar hamısı burnout-a gəlib çıxartmışdı. Emosional yanmaya gəlib çıxarmışdı. İndi mən geri baxanda, məktəb dövrümə baxanda bəzi müəllimlərimi əslində tamamilə başa düşə bilirəm. Onların tək iş yeri məktəb olurdu və başqa iş yerinə gedə bilmirdilər. Və orada qalırdılar, maaşları da yaxşı olmurdu, iş şəraitləri də yaxşı olmurdu, təqdir olunmadı, məcbur ilişib qalırdılar. Və dərs keyfiyyətləri düşürdü. Baxıram ki, sinifdə 1 nəfər, 2 nəfər oxuyur və salam. Və bu da nəyə gətirib çıxarır? Yəni, bütün bir sinifin məhvinə gətirib çıxarır. Və bütün bir sinif təhsildən kənarda qalır, nə bilim, ora-bura gedir, heç bir əllərində iş olmur, bir peşə olmur. Bir nəsil getdi burada, məhv oldu. İndi geri baxanda görürəm ki, əslində bu müəllimlərə bu dəstək, bu şəraitin yaradılması millətə xilas eləyə bilirik. Əslində biz nə qədər nəsil itirmişik orada, nə qədər insan itirmişik, heyf olublar sadəcə. Hal-hazırki şəraiti götürsə, dövlət məktəblərindən artıq 6 saatlıq iş rejiminə doğru bir təkliflər müzakirə olunur. Nə düşünürsünüz bu barədə? Belə açıq olacağam. Yəni ki, fərq yoxdur dövlət və ya da ki, özəl məktəblərin müəllimləri. Yəni əgər biz müəllimliyi seçmişiksə, biz zaten işdən qaçmaq üçün o peşəni seçməmişik. Yəni biz sevirik, uşaqları sevirik, dərs deməyi sevirik. Yəni nə saat, nə oradakı əziyyət bizi qorxuzmur. Biz mən düşünürəm ki, bir müəllim adından danışmaq istəyirəm ki, saat artılsın. Okay. Mən dərs deyim, amma ki, müəllimin əvvəlcə rifahı üçün bir addımlarda atılsın eyni zamanda. Məsələn, biz çox vaxt müəllimlər olaraq tez-tez yığışırıq. Məsələn, orada dövlət müəllimi də olur və fərqli özəl məktəblərdən olan müəllimlərlə otururuq və hər birimizin yeganə bir arzusu, yəni ortaya çıxan belə bir şey olur ki, kaş məktəbdə bir otaq ola. Yəni sakit bir otaq ola. Elə bir otaq olsun ki, məsələn, anidən özümüzü yorğun və ya da ki, tükənmiş hiss edən biz otağa girək, heç bir şey olmasın. Bir stakan çayımızı içib dincəlib, yəni o 5 dəqiqəlik energiyamızı özümüzə qaytarıb çıxaq. Yəni o otağın olmağı belə əminəm ki, müəllimlər üçün bir dəyər qatılmış olacaq. Yəni ki, müəllim hiss eləyəcək ki, mənim öz xüsusi digəri müəllimlər otağı. Müəllimlər otağında da zaten işləyiriksə, hansı müəllimlər iş otağıdır. Amma müəllimlərin xüsusi dincələ biləcəyi bir otaq. Müəllimin 5 dəqiqə hansısa, məsələn, bizim öz psixoloqlarımız var da məktəbdə. Tez-tez bizə bildirirlər ki, öz-özü pis eləsəniz, elə oradaca dayanın, asistanta verin, çıxın. Çıxın gəlin mənə, mən sizi qulaq asmağa hazıram. Düzdür, bu da çox gözəl bir dəstəkdir də. Yəni ki, mən özümü pis eləyirəm, yaxınlaşıram, psixoloqla danışıram, amma çox vaxt müəllimin istədiyi sakit bir yerdə o çayını içmək. Və mən əminəm ki, belə bir mühit olsa, oradakı müəllim bilsə ki, mən 6 saatlıq iş rejimindən işləyirəm, amma çıxıb 5 dəqiqə su içib, çay içib, sakit
bir mühitdə dincələ bilərəm, əminəm ki, heç bir şey bizim üçün qorxulu gəlməyəcək. Yəni biz ona etiraz eləmirik. Biz hazırıq. Zaten özəl məktəb olaraq uzun müddət işləyirik. Düşünürəm ki, heç dövlət müəllimləri üçün də bu çətin olmayacaq. Bir də bu gəlir məsələsi də var. İndi Onu da vurğulayın. Hə, deyin. Saat artırsa, yəqin ki, düşünürəm ki, müəllimlərin gəliri də artacaq. Yəni bunu da nəzərə alınmalıdır. Çünki hal-hazırda, yəni ki, real olaraq ən böyük motivasiya hər kəs üçün bu dəqiqə gəlir mənbəyimizdir. Düzdür, həmişə deyil, amma ki, prioritet odur. Bu nəyə görə prioritet? Bunu ayrıca vurğulamaq istəyirəm. Çox sevdiyimiz bir işdir. Bütün enerjimizi qoyuruq. Bütün enerjimiz orada gedir. Və bu getdikdən sonra biz bir də görün mən 10 manat əlavə hardan qazanım ki, uşağımın filan şeyə ehtiyacı var idi və yaxud da ki, ailəmin filan şeyə ehtiyacı var. O maddiyyatı düşünmək üçün mən ikinci iş düşünməməliyəm. İkinci iş düşünməməyim üçün də mənim burada maddi təminatım olmalıdır ki, fikrim başqa yerdə qalmasın. Düzdür. Tam fokuslanıb işləyə bilim. Əlavəniz var? Razıyam. Tamamilə razıyam. Xeyli xanım, önəmli olan və çox müzakirələrə səbəb olan mövzulardan biri də bu müəllim və valideyn arasında əlaqədir. Siz necə yaşayırsınız? Siz hər hansı bir problemlər yaşayırsınızmı və yaşayırsınızsa hansı problemlərdir? Dürüst olacağam. Bu 6 il, yəni əslində 6 il deyil də 10 il deyək. Yəni ki, 6 il özəl məktəblərdə və 4 ildə kursda çalışmışam ingilis dili müəllimi kimi və hər yerdə də, yəni valideynlərlə zaten kommunikasiyada olmuşam. Bir dəfə olsun valideynlərlə heç bir problem yaşamamışam. Bəlkə daha çox bəxtim gətirib bu barədə və ya da ki, bəlkə fərqli yanaşmışam, fərqli baxmışam bu hissəyə. Amma ki, bir dənə o hissə var ki, bəzən biz unuduruq müəllim olaraq. Biz valideynləri dinləməliyik. Çox vaxt valideynləri çağırırıq iclaslara və elə biz danışırıq. Biz danışırıq, hər şey biz bildiririk ki, bu uşağın problemi budur, bu uşaqda nəticə aşağıdır, heç nəticə yüksək də olsa, bu uşaq əladır, belədir və s. və valideyni dinləmək istəmirik. Və də ki, dinləsək belə yəni qısa, yəni valideynə o şansı vermirik ki, qoy valideyn də bir danışsın, narahatçılığını valideyn də bildirsin. Növbəti hissə valideynə tərəfdaş olduğum hiss elətdirmək. Məsələn, mən hər dəfə hansı bir uşaq, bu daha çox problemli uşaqlarla əlbəttə ki, valideynlə problem olur. Çünki heç bir valideyn öz uşağı haqqında pis rəy eşitmək istəmir. Və əlbəttə ki, əgər mən sizin uşağınız belə eləyib, sizin uşağınız bu sinifdə bunu edir, sizin uşaq dedikcə, mən əminəm ki, o valideyn mənə qarşı qıcıqlanacaq ki, sizin uşağınız, sizin uşağınız. Amma mən əgər, məsələn, Abdullah bunu edib, amma bilirsiniz, Abdullahın belə də müsbət cəhəti var. Yəni, valideyn görməlidir ki, uşağı əslində o qədər də, yəni ki, məktəbdə mənfi bir şagird rolunda oynamır. Yəni, Abdullahın müsbət hissələri də var. Sadəcə olaraq bəzi mənfi hissələrin üzərində işləməliyik və bunu mütləq biz olaraq danışmaq lazımdır. Yəni ki, siz bunu eləməlisiniz, siz uşaqla vaxt keçirin, siz uşağınıza və s. Çox vaxt dövlət məktəblərində, məsələn, mən bəzi səsləri eşidirəm, valideynlərə səs göndərirəm. Valideynlər, mən düşünəndə ki, bunu özəl məktəbdə eləsəm, çoxdan çimadanlarımı götürüb getməliyəm. Yəni, valideynlər, sən, nə bilim, uşaqlarınızı belə eləyin, uşaqlarınızı düzgün göndər. Bu düzgün tərz, yəni danışıq üslubu deyil, düzgün yanaşma deyil axı. Yəni ki, sən qrupda hansısa bir uşağın adını çək, bir neçə uşağın adını çək və belə bir səs göndər. Qalmışdı ki, bunu hələ şəxsi də. Ona görə də əsas məsələ valideyni tərəfdaş hesab etmək, valideyn də sizi tərəfdaş hesab eləməlidir. Yəni ki, üz-üzə deyil də yan-yana olduğunuzu hiss eləməlidir. Daha sonra uşağın yalnız mənfisinə deyil də müsbətinə də fokuslanmaq. Yəni ki, onu bəlkə də heç o valideyn o qədər işləyir ki, öz uşağındakı o müsbət cəhəti görmür. Bəlkə də elə evdə də ona o qədər ki, neqativliklə, yəni sən hər dəfə bunu eləyirsən, sən hər dəfə beləsən, bəlkə də elə uşağı o gəlib məktəbdə də o neqativliyi tökür. Amma biz valideynə göstərir ki, bilirsiniz, sizin uşağınızın belə bir xasiyyəti var, belə bir şeylər eləyir, belə müsbət tərəfləri var. Yəni mən əminəm ki, valideyn, əminəm, çünki bunda yaşamışam. Valideynlər o qədər sevinirlər ki, çox sağ olun, bəs necə eləyək bu mənfini də həll eləyək? Əlbəttə göstəririk, bir qayda eləyirik onları. Bələdçilik eləyirik. Ki, bəli, belə bir məsələ var. Evdə siz işləyin, burada biz işləyək. Birlikdə bu məsələni həll edirik. Mən həmişə valideynlərdən, hətta təzəlikcə bir valideynim var, xarici vətəndaşda. O mənə bildirdi ki, biz bu il köçmək istəyirik. Amma sizə görə biz qaldıq ki, uşağım ibtidai sinifi tam bu müəllimlə bitirsin, daha sonra gəlir. Çünki biz əmin deyilik ki, sizin kimi müəllim bir də qavamıza çıxır. Yəni o qədər məni sevindirir, o qədər motivasiya eləyən bir hissədir ki, mən çünki bəzən adamın ağlına gəlir ki, bəlkə
işimi dəyişim, nə yalan deyim, bu ibtidai Bu sinifdəki cümlələri saxlayın. amma bu hissəni görəndə deyirsən ki, yox, mən elə bunun üçün doğulmuşam, yəni ki, bu uşaqlara lazımam. Aydın. Bax sizə evə işə aparmaqla bağlı sual verdim ki, bəzən olur ki, müəllimlər belə offline dediyimizdə, yəni müəllimin işlə əlaqəsini kəsdiyi, özünə ayırdığı bir vaxt olur. Bilirəm ki, dövlət müəllimlərindən bu problemdir. Çünki valideyn gecə saat 12-də zəng edib nəsə deyir, yaxud ki 11-də də yazır WhatsApp-da nəsə deyir. Sizdə də eynidir vəziyyət? Xeyr, bizdə aydın şəkildə bildirir ki, rəhbərlik 6-ya qədər cavab verə bilərsiniz. 6-dan sonra sizin haqqınız var ki, o valideynlərə cavab verməyəsiniz. Bu əlbəttə ki, müəllimə görə də dəyişir. Şəxsən mən elə bir müəllim deyiləm, təəssüf ki. Mən bəzən elə olur ki, 9-da gələn mesajı belə açıb qulaq asıram və cavab verməyə çalışıram. Niyə? Çünki özüm valideyn olaraq düşünürəm, bəlkə o qədər vacib bir şeydir ki, elə bu gün cavab verməliyəm. Düzdür, professional olaraq eləməməliyəm. Bunun üzərində işləyirəm. Bəlkə növbəti siniflərimdən, amma indiki sinif valideynlərim də çox üzr istəyərək özdə hər dəfə də onu bildirirlər ki, çox üzr istəyirik. Biz sizi indi bu saatda narahat eləyirik, amma bu məsələni bizə kömək eləyə bilərsiniz və ya da ki, belə bir şey baş verib. Mən də cavab verirəm. Amma məktəb olaraq xeyr. Yəni ki, biz tamamilə 6-dan sonra cavab vermək məcburiyyətində deyilik. Yəni ki, bu mən hətta bir dəfə belə bir hadisə oldu. Dekabrın 19-u bizdən artıq tətil başlayır və bütün tapşırıqlar, hər şey, bütün məlumatlar qrupda paylaşmışam. 20-sindən artıq tətildəyəm və mənə 20-si günü səs göndərirlər. Əlbəttə ki, tətil vaxtı heç bir səsə qulaq asmıram. Daha sonra məktəb başlayır və valideyn mənə bir də səs göndərir ki, mən sizə keçən dəfə də səs göndərdim, cavab vermədiniz. Amma nə isə və hansı başqa bir məsələdən danışır. Əlbəttə ki, səsə baxıram ki, mən heç vaxt buraxmıram, heç bir valideyni diqqətsiz qoymuram. Baxmışam ki, valideyn tətildə yazır. Üstəgəl bir gün əvvəl zaten mən bütün məlumatları sizinlə paylaşmışam. Səsə qulaq asıram ki, eyni məsələlərdən danışırıq, halbuki onu mən paylaşmışam və bu arada açıq şəkildə bildirirəm ki, sizin mənə yazdığınız vaxt tətil vaxtı idi. Bu saatda mən sizə cavab yazmamalıyam. Yəni bunu konkret açıq şəkildə bildirə bilirik. Yox, özəl məktəbdə valideyni itirə bilərik, qorxusu olsun, yox valideyndən xoş danışılmalı. Çünki bəzi özəl məktəblərdə belə bir şey var ki, valideyn müştəri gözündən baxırlar. Yəni ümumiyyətlə bütün belə deyək də, əgər orada ödəniş olunursa, yəni valideynlər müştəri gözündən baxırlar və onları razı eləməyə çalışırlar və təəssüf ki, bəzən müəllimi valideynin ayağına verən məqamlar da var. Mən şəxsən özüm belə bunu şahid olmuşam. Bəli. Amma burada, yəni ki, bəzi özəl məktəblərdə isə çox məmnunam ki, o hissəni, o bariyeri qura biliblər, o divarı qurublar ki, xeyr, müəllimin öz saatı var, müəllimin öz tətili var, müəllimin sizə cavab verməmək kimi bir haqqı var. Haqqı var. Xayla xanım, burada bəs sistem olaraq siz bizim kurikulumu deməyə dövlət kurikulumu istifadə eləmirsiniz, sizə özəl ayrıca. Necə olur bu? Tənzimləyirsiniz, sizin ayrıca olur, yoxsa nətər olur? Əslində Heydər Əliyev adına müasir təhsil kompleksində Azərbaycan dili dövlət dili kimi keçir. Həftədə, yəni həftədə hər gün və bəli öz kurikulumlarına əsasən, yəni dövlət kurikulumuna əsasən. Amma bizim keçdiyimiz tamamilə fərqlidir. Biz Cambridge kurikulumuna əsasən keçirik. Yəni bilirsiniz ki, ümumiyyətlə Azərbaycanda özəl məktəblər 2 hissəyə bölünür. Çoxsu 2 hissəyə bölünür. Biri IB əsaslı məktəblər, bir də Cambridge əsaslı məktəblər. Yəni Cambridge əsaslı məktəb deyəndə burada ingilis dili əsas dil kimi keçirilir və daha çox test formatında olur. Amma IB tipli məktəblərdə burada daha çox kreativlik, daha çox bilirsiniz necə şifahi hissələr daha çox önəm verilir. Məsələn, ünsiyyət bacarıqlarına. Bəli, ünsiyyət bacarıqlarına və onlar inanırlar ki, məsələn, IB özəl məktəblərində belə bir inanc var ki, uşaqlara gələcəkdə lazım olan dəyərləri formalaşdırmaq lazımdır. Məsələn, onlar testdə oturub yalnız test üsulunda yazıb həll eləməyəcəklər bəzi şeylər. Buna görə kommunikativ bacarıqlar, liderlik və s. Amma bizim məsələn indiki Cambridge məktəblərinin çoxsunda çalışırlar ki, artıq o dəyərləri də qatsınlar. Yəni uşaqlarda həm test bacarıqlarını formalaşdırır. Çünki bu hələ ki qaçınılmazdır. Hətta biz görürük ki, bəzi məsələn IELTS deyək imtahanlarında belə computer based eləsələr belə yenə də test üslubundadır. Yəni yenə də orada yazılmalıdır. Yenə də uşaq diqqəti fokuslandırmalıdır nəyəsə. Ona görə də həm Cambridge üslubunda keçirik, həm də ki uşaqları o dəyərlərdə formalaşdırmağa çalışırıq. Məsələn bizdə project based learning var ki, layihə əsaslı öyrənmə. Bəli, xüsusi layihələr uşaqlara burada analitik düşünmə, deyək ki, critical thinking, kreativlik, imaginationları daha yaxşı olsun deyə öz bir proyektlərini
public speaking daja eləyirik. Bizim hər qreydin öz günü olur ki, orada bütün 5-ci siniflər, deyək ki, mən indi 5-ci sinifdəyəm. Bütün 5-ci siniflər toplaşır və uşaqlar öz elədikləri hər hansı bir projekt ola bilər, bu məhsulu nəsə təqdim edirlər. Həm təqdim edirlər. Yəni burada uşaqlara həm də ki public speaking-i indidən aşılamağa çalışır ki, mən kütlə önündə danışıram. Aşılamağa çalışır. Bu çox yaxşı bir şeydir. Yəni biz çalışırıq ki, çünki biz bilirik ki, artıq 10-20 il əvvəlki təhsillə indiki eyni deyil. Nə qədər də desələr ki, bəli, 20 il əvvəl daha yaxşı idi, disiplin baxımından ki, müəllimə olan dəyər, müəllimə olan hörmət daha fərqli idi, uşaqların disiplini daha yaxşı idi, amma yəni o uşaqlar biz idik. Və biz özümüzü görürük ki, bizdə nə qədər o boşluqlar var. O disiplin sayəsində əslində onların disiplin dedikləri bizim sözümüzü tam istədiyimiz kimi deyə bilməməyimiz idi. Yəni biz hal-hazırda mən uşağa deyirəmsə, buna əl vurma, mənə uşaq deyir, niyə? Bəzi müəllimlər bu qıcıqlandırır. Amma mənim çox xoşuma gəlir ki, uşaq məndən bilmək istəyir ki, niyə mən buna əl vurmamalıyam? Mən 20 il əvvəl bunu müəllimə deyə bilməzdim. Eləmə, eləmə. Robot kimi, hə, eləmə. Məsələn, bu fikirlər hal-hazırda uşaqlar tərəfindən qəbul olunmur və bizim də xoşumuza gəlmir. Amma şəxsən mənim tam da dəstəklədiyim bir mühit olduğunu düşünürəm. Məsələn, mənim uşağım mənə niyə deyirsə, mən deyirəm, çünki bunu bura qoysan, məsələn, bu sənə zərər verəcək, bu dağılacaq, dəftərin yaşı olacaq. Okay, ondan sonra götürür, qoyu qırağa. Toplam olaraq buradan mesajımızı çatdırmaq istəyirik ki, biz həmin o əvvəlki siniflər yaxşı dediyiniz o uşaqlarıq. Biz razı deyilik. Nə qədər boşluqlarımız var, nə qədər özgüvən əksikliyimiz var, nə qədər bizi idarə eləmək rahat idi. Çünki səsimizi çıxarmırdıq. Mən şəxsən o generationu görmək istəmirəm artıq. Mən bu generationla nəsillə tamamilə razıyam. Sadəcə o nə lazımdır? Biraz dəstək. Biraz onlara istiqamət göstərmək. Çünki hər şey əl çatandır deyə onlara. Onlar bilmirlər ki, nəyi necə istifadə etməlidirlər. Yəni onu sadəcə göstərmək lazım. Biraz işıq olmaq lazımdır. Qalan əminəm ki, özləri öz yollarını tapacaqlar. Xeyli xanım, son olaraq siz burada müəllimləri təmsil edirsiniz. Müəllim olaraq bizi dinləyən insanlara deyərdim hamıya, çünki hər kəs bu təhsil içindədir. Son sözünüz deyim, sözünüz. Əslində müəllim olaraq əvvəlcə onu vurğulamaq istəyirəm ki, müəllim olaraq məsuliyyətimiz, yükümüz çoxdur. Bunu qəbul eləyək. Hər kəs bunu qəbul eləsin. Yəni müəllim olmaq rahat deyil. Amma onu da qeyd eləmək istəyirəm ki, təhsilin keyfiyyəti bizim rifahımızdan çox asılıdır. Niyə? Çünki özünü yaxşı hiss eləyən, yəni həm psixoloji, həm emosional, özünü dəstəklənmiş hiss eləyən bir müəllim, əlbəttə ki, o uşaqlara da pozitiv mühit yaradacaq, akademik nəticəsində belə daha yaxşı nəticələr göstərə bilər. Təşəkkür edirəm Xeyla xanım. Gəldiyinizə görə, müəllimləri təmsil etdiyinizə görə çox sağ olun. Sağ olun. İstədiyinizə görə, bura qədər gəldiyinizə görə sizə sağ olun. Bizi paylaşın ki, daha çox insan sizi sevsin. Hələlik özünüzə yaxşı baxın.